Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshablar üzerine olsun. Uca Allah Teala Proşeye döndü Ezopar. Uca Allah Teala sonumuzu gözəl eləsin. Uca Allah Teala bizləri elm öyrənməkdə müvəffəq eyləsin. Uca Allah Teala elm məclisinin sonunda günahlarımızı bağışlasın. Biz çox gözəl mövzuları toxumuşduq. Hinə yukellimukallah. Yəni Allah sənə xitab edəndə. Yəni o ayələr ki, insanın qəlbinə rahatlıq verir. O ayələr ki, bizlər üçün təsəllidir. Allah Teala o ayələrdə bizlərə hansı mesajları verir? Gözəl bir mövzuya toxunmuşduq. 10 qaydaya toxunmuşduq. Həmən dərs YouTube'da da var. Dinləmək istəyənlər dinləyə bilərlər. Onu davam edirik. 11-ci qayda, yəni 11-ci elə bir ki, nəsiyyət. Mübahisə uğursuzluğa aparan ən sürətli yoldur. Mübahisə, yəni boş-boşuna mübahisə eləmək. Çünki Allah Teala buyurur, bir-birinizə çəkişməyin, yoxsa zəifləyər və gücünüz əldən gedər. Ənfəl surəsi 46-cı ayə. Subhanallah. Baxın, indi zamanımıza baxın. Həqiqətən də TikTok'da hamısı bir-birinə mübahisə eləyir. La ilahe illallah. Yəni, bir dəqiqə pəncərəni bağlayayım. Bu qarğa səsini dayanıb dərs keçə bilməyəcək. Qarğalar da elə bir ki, şeytan göndərib, onlar dərsə mani olurlar. Baxın, zamanımızda indi TikTok'a baxın, hər kəs bir-birinə mübahisə eləyir. Yəni, elmi olan, olmayan, subhanallah, la ilahe illallah. Bugün çıxırlar TikTok'a, güya biri İslamı müdafiə eləyir, biri güya Əhl-i Beyti müdafiə eləyir, bu buna təhqir eləyir. Hamısı da cahillər, savadsızlar. Desən ki, Fatihəni oxu, Fatihə surənin üzünü oxuya bilmir. Amma görürsən, böyük məsələlərdən danışır və insanlara pis nümunə olurlar və nə qədər insanların azmasına səbəb olurlar və sonra özlərini elə aparırlar ki, güya bunlar İslama xidmət edirlər. Elə zənn edirlər, amma əslində İslama nədir? Xidmət deyil. Yəni, insan dini mövzuda mübahisə eləyər, yəni müxalifə rəddiyə verər, yeri gələndə, məqamında, amma bütün gün bəzilər açırlar canlı yayın, bu gəlir Əhl-i Sünnədən danışır, təhqir, bu gəlir Əhl-i Şeydən danışır, gör bu buna rəddiyə verir. Hamısı nifrət, ixtilaf yaymaq, bu düzgün deyil, yəni bu din deyil və dini təbliğ deyil bu. İnsan diskusiya eləyər, amma məqamında, yeri gələndə, yoxsa bütün gün açırlar TikTok'u, o onu söyür, bu bunu söyür. La ilahe illallah. Baxın, deyək ki, mübahisə münasibətləri zəhərləyən, birlik sıralarını dağıdan və insanların əzmini zəiflədən amillərdəndir. Yəni, boş-boşuna insan mübahisə eləməz. Hər hansı bir cəmiyyət arasında çəkişmə baş verdikdə çox keçmədən hər şey bərbad olur, ruh yüksəlliyi sönür, çəkilən zəhmətlər boşa gedir. Buna görə də Allahın xəbərdarlığı çox aydın və qətidir. Bir-birinizə çəkişməyin. Çünki bunun sonu uğursuzluq və məğlubiyyətdir. Uğur isə qarşılıqlı anlaşmanın hakim olduğu, əməkdaşlığın gücləndiyi və insanların bir-birini başa düşdüyü mühitdə əldə olunur. Subhanallah. Yəni, ona görə məclislər mübahisə meydanına, fikirlər isə söz savaşdan çevrikdə, əlbəttə ki, iradələr qırılır, məqsədlər itib gedir və faydasız işlərə vaxt sərf olunur. Çünki birlik gücdür, mübahisə isə zəiflikdir. Yəni, insanlar arasında hörmət, anlayış və qarşılığı dəyər hissi artdıqca uğur qazanmaq imkanları da çoxalır. Ona görə də boş-boş, mənasız mübahisədən insan çəkinməlidir. Lazım olanda o həddini aşanlar, haqq yolunu azanlar, o bidətçilərə elm əhli onlara cavabını verir. Deyək ki, bu təkfirçidir, xavaricidir, işitçidir. Onların cavabının rəddiyəsini verirsən, tamam. Amma hər kəs bu məsələyə qarışmaz. TikTok'u ediblər bugün savaş meydanı. La ilahe illallah. Baxın, deyək ki,
Mübahisə ağlın nurunu söndürür. Kin və nifrət odunu alovlandırır. Kim işində bərəkət istəyirsə, birlik və həmrəylik ruhunu yaymağa çalışsın. Və həmçinin öz ölkəsində o batil fikirli insandan uzaq dursun. O kəslər ki, dövlət əleyhində danışır, insanlar əleyhində danışır, onlardan uzaq durmaq. La ilahe illallah. Yəni parçalanmış qəlblər, bədənlər bir yerdə olsa belə möhkəm qala bilməzlər. Harada ixtilaf və çəkişmə varsa orada haqq itər. Mübahisə həqiqəti ortaya çıxarmır. Əksinə onu aparan yolu bağlayır. Baxın bugün xeyr, o hansı ki sapıqlara, o insanlar din adı altında aldananlara cavabını vermişik. Verməyə davam edəcək. O kəslər ki insanlar aldatdılar, Suriyə ölümə göndərdilər, ona kafir dedilər, buna kafir dedilər. Əlbəttə olan cavablarını vermişik, verəcək. Onlara qarşı mübarizə aparmaq ən böyük Allah yolunda cihaddır. Bəziləri əlbəttə bunları narahat edə bilər. Niyə sizi narahat etsin ki? O kəs narahat olursa, deməli onun evladı gelib Suriyədə ölməyib. Evladı türmələrdə çürümür. Evladı kiminsə əlin altında pis yola düşməyib. O narahat olmur. Çünki başına gəlmir. Başına gəlsə, o zaman bilər ki, əlbəttə elm əhli elə batil firqələrə cavab verməlidir. Amma hər kəs bu məsələyə qarışmaz. Hər kəsin işi deyil. La ilahe illallah. Mübahisə uğursuzluğun və enerji itkisinin qapısıdır. Ona görə həyatına bunu necə tətbiq edəcəksən, hər hansı bir mübahisə girməzdən əvvəl özündən soruş. Bu məni məqsədimə yaxınlaşdırır, yoxsa məndən uzaqlaşdırır? La ilahe illallah. Ümumi məsləhət möminə üzr istəməyi və güzəştə getməyi öyrən. İş yerində qarşılıqlı anlayış üzərində qurulan bir mühit formalaşdırmağa çalış. Özünə belə bir şüa seç. Hökm verməzdən əvvəl anlamağa çalış. Düşmənçilə başlamazdan əvvəl danış və ibrət al. Yəni münasibətlərin mübahisə və çəkişmədən qoruduğun qədər uğura yaxın, zərrə isə uzaq olarsan deyir. Çünki uğur insanların çoxluğuyla deyil, qəlblərin birliyi və qarşılıqlı anlaşması ilə əldə olunur. Ona görə də hər kəs bu məsələlərə girməz. Bidət əhlinə, o sapıqlara, o təkfirçilərə, o işitçilərə, o xavariclərə, o batil əhlinə rəddiyə vermək elm əhlinin işidir. Yoxsa bugün TikTok açırsan, bu buna rəddiyə verir, bu buna rəddiyə verir. Dindən əlaqəsi olmayan, dəstəmazı belə bilməyən, Fatihəni belə oxuya bilməyən, görürsən ki, çıxır güya bu əhl-i beyti müdafiə edir, burada digər sahabiləri söyür. Bu çıxır güya buna cavab verəcək, indi bunları söyür. Bu din deyil axı. 12-ci qayda zikir ən böyük uğur səbəblərindəndir. Subhanallah. Allah Teala buyurur, Allah çox zikr edin ki, nicat tapasınız. Ənfal surəsi 45-ci ayə. Nicat tapmaq istəyirsən, zikir. Baxın. Zikir, yəni zikir nədir? Əstəğfirullah, elhamdülillah, la havlə və la quvvətə illə billah. Zikir qəlbin açarı, qaranlıqda nurun mənbəyi və həqiqi uğurun sirridir. Subhanallah. Allahı daim zikr edən insan vaxtında bərəkət, qəlbində rahatlıq və həyat yoluna nur tapar. O insan ki dilindən düşürmür, gecə, gündüz əstəğfirullah. Birinci insan özünü yüngül hiss edir. Sanki bütün günahlar çiynindən tökülüb, rahatlıq hiss edir. O rahatlıq hiss edəndən sonra dua isteği yaranır. Çünki günahlar insanı ağırlaşdırır. Zikirdən, duadan, rahatlıqdan, Allaha gözəl münasibət qurmaqdan, münacat, yalvarışdan. Amma əstəğfirullah zikri o günahları tökür. Ondan sonra nədir? Qapılar açılır. La ilahe illallah. Baxın, zikir sadəcə dillə deyilən sözlərdən ibarət deyil. O yaşanan bir həyatdır. Qəlbin Allaha daimi bağlılığıdır. İnsan gizlində də, aşkarda da Allahın onu gördüyünü hiss edir. Çox zikr edən insan. Və ona nəzarət edən Rəbbi kimi baxır. O zaman hiss edir ki, onu qoruyan Rəbbi var. Bu hamısı nəyin faydasıdır? Çox-çox zikr etməyin. La ilahe illallah. Allah zikr edən kəs heç vaxt tək qalmaz. Çünki Allah onunladır. Çətinlikləri ona dayaq olar. Mübarizədə ona kömək edər və onu saysız hesabsız lütuflər bəxş edər.
Amma çoxları görsən ki, buna nail ola bilmirlər. Niyə? Dilini alışdırmırlar və günahlar mane olur. Subhanallah. Ona görə həqiqi uğur yalnız mal dövlətdə deyil. Uğur odur ki, Allah qəlbində olsun. Dilin onun zikri ilə məşğul olsun və səni ona bir kəlmə ilə yaxınlaşdıqda o da sənə rəhməti ilə yaxınlaşsın. Subhanallah. Bax, yay vaxtıdır. Çoxumuzun boş vaxtı var. Nə edirik boş vaxtımızı aradan qaldırmaq üçün? Çoxları nə edir? Ya film, ya mənasız şeylərə baxır, boş-boş söhbətlər, vaxtı necə öldürüm? Zikir. Dilini zikrə alışdırsan, bu yay tətilin sənin üçün elə gözəl keçər ki, rahat, duaların qəbul olar, sıxıntın aradan qalxar. La ilahe illallah. Baxın, Allahı zikr edən insanların ən ağır tərəziyə sahib olanların və dünyadan ən xoşbəxt olanlardır. Allahın zikri ruhun təmizliyi, qəlbin rahatlığı və razılığın qapısıdır. Düşün, bugün nə qədər demsən əstağfurullah zikri. Saysaq bəlkə 1000 dəfə deməmişik. İnsan üçün bundan daha böyük bir şərəf yoxdur ki, başqaları qafil olduğu vaxtda o Allah onun zikrini Allah zikr edənlərdəndir. Və Allah onu görür ki, o qulu zikr edənlərdəndir. La ilahe illallah. Zikir insanın dağılmış fikirlərini toplayır və yolunu itirdiyi zaman ona doğru yol göstərir. Kim Allah'a çox zikr edərsə, bax, çox zikr edərsə, uğur onun adətinə çevirilər. Allahın razılığı onun halı olar və ona yaxınlıq onun ən böyük neyməti olar. La ilahe illallah. 700 dəfə, 1000 dəfə azdır. İnsan var gün ərzində 10 min, 20 min əstağfurullah deyir. Allah'ı çox zikr etmək uğurun açarı, müminin silahı və qəlbin dərmanıdır. Baxın, bu mövzunu, bu nəsiyyəti necə tətbiq edəcəksən? Özün üçün səhər-axşam zikirlərindən ibarət daimi bir proqram müəyyənə. Deyilən ki, bugün çoxlu zikr eləyəcəm. Subhanallah. Yol gedərkən və ya işlə məşğul olarkən fikrini boş şeylərlə doldurmaq əvəzinə zikr elə. Səfərə çıxırsan, miniyində yol gedirsən, tıxacdasan, zikr elə. Övladlarını zikr etməyə, zikri sevdirməyə alışdır və gündəlik hadisələri Allahın zikri ilə əlaqələndirməyi öyrət. La ilahe illallah. Qəlbin daraldıqda və sıxıldıqda la ilahe illallah deməyə davam et. Əstağfurullah deməyə davam et. İnşallah yaxın zamanda çıxış yolu və rahatlıq görəcəksən. Gələ də bir sapıq da gəlməlidir. Bu sapıqlar, deyirəm, bu bekar insanlardır da. Gedib yaxşı işlə məşğul olası, ancaq gəlməlidir, belə onu bunu söyməlidir. Yəni, nə əlaqəsi var bu Quran ayəsinin ərəblə? Cahil. İbrət al, həqiqi uğur təkcə çox çalışmaqla əldə edilmir. O Allah'a çox zikr etməklə qazanılır. Çünki zikri vaxtda bərəkət gətirər, qəlbi islah edər, zərəri uzaqlaşdırar və qələbəyə səbəb olar. Subhanallah. Nə anlasın o cahil insan, zikir nədir, Allah nədir? Elə də ölüb gedir, elə qəlblər ancaq cəhənnəm ateşi əridəcək, düzəldəcək cəhənnəm ateşi qəlbini qəbirdə, narahat olma. 13-cü nəsihət qayda, günahın təsirini hər işində görəcəksən. Günahlardan tövbə et. Allah Teala buyurur, etdiklərinin pis nəticəsi onların qarşısına çıxdı. Zumər surəsi 51-ci ayə. Subhanallah. La ilahe illallah. Baxın, əstağfurullah günahları təmizləyəm ki, daim tövbə et. Günah sadəcə unudulub gedən bir əməl deyil. O ruzinin bərəkətini azaldan, bədənin sağlamlığına, baxın, qəlbin rahatlığına və həyatın gözəlinə təsir edən gizli bir oddur. La ilahe illallah. Neçə iş günah üzündən dayanıb, neçə layihə uğursuz olub, neçə qəlb gizli bir günah səbəbindən qırılıb. Subhanallah. La ilahe illallah. Günahların pis təsirləri həyatına kölgə salmağa davam edər. Ta ki, səmimi tövbə ilə Allaha dönəsən. Ancaq nədir? Allaha dönmək. Allah heç kimsəyə zülm etməz. Başına gələn bəzi sıxıntılar, baxın, başına gələn bəzi sıxıntılar, bərəkətin azalması və ya işlərin çətinləşməsi bəzən qəlbdə və davranışlarda olan günahların nəticəsi ilədir. La ilahe illallah. Gələ də.
başqa bir təkvirçi yenə gəldi. Bu təkvirçi mən blok eləməkdən bezmişəm. Özü gör kimin şəklini qoyub. Əl-Qaidəçi Əbu Musa Əz-Zərqavi. Allah sənin o cəhənnəm köpəyi Sarqavi ilə diriltsin qiyamət günü. Tövbə günahları silər. İstiğfar, yəni əstəğfurullah, qəlbi təmizləyər. Sədəqə Allahın qəzəbini söndürər. Ağıllı mömin odur ki, özünü daim yoxlasın. Hesaba çəkilməzdən əvvəl özünü hesaba çəksin və hər gün peşmanlıqla Allahdan bağışlama diləsin. Subhanallah. Günah iz qoymadan getmir. O ruhda, davranışlarda və qəlbdə öz təsirini buraxır. Lakin qəlb hələ döyündüyü müddətdə tövbə qapısı açıqdır və bağlanmayıb. Əgər bugün tövbə edə bilirsənsə, Allah sənə yol açıbsa, demək Allah səni sevib. Amma günahlar o qədər davam edir ki, gün gəlir insan artıq nədir? Qəlbi möhürlənir və tövbə edə bilmir. Subhanallah. La ilahe illallah. Günahından xəbərsiz olan insan müalicəni qəbul etməyən xəstəyə bənzəyir. O xəstəliyinin getdikcə ağırlaşını hiss etmədən yaşayır. La ilahe illallah. Başına gələn hər bir müsibət mütləq cəza deyil. Bəzən o bir xəbərdarlıq və oyadıcı çağırış olur ki, günahlardan tövbə et. Baxın, qəlb sıxıntısının ən təsirli dərmanlarından biri isə gecənin sakitliyində tökülən səmimi tövbə və göz yaşlarıdır. Yəni, gecənin son 1/3 hissəsində. Qalx, Rəbbinə dua elə. Günah tövbə ilə qarşılanmazsa, sonu peşmançılıq və zərərdir. Subhanallah. Ona görə bu nəsihəti necə tətbiq edəcəksən həyatında? Hər gün özünü hesaba çəkmək üçün müəyyən vaxt ayır. Bugün mən nə etdim? Hansı yaxşı əməl etdim? Hansı günahlar etdim? Subhanallah. Hər bir günah və nöqsandan sonra hər zaman Allahdan bağışlama dilə. Əstəğfirullah, la havlə və la quvvətə illə billah. Dilini əstəğfirullah alışdır və gününü sədəqəsiz keçirmə. Az da olsa sədəqə ver. Qarşılaşdığın bəzi səbəbsiz çətinliklərdə əvvəlcə öz günahlarının, nöqsanlarını gözdən keçir. Başına bir bəla, müsibət gəlibsə, bu günahlara görədir. La ilahe illallah. Ona görə ibrət al. Ağıllı insan günahını tanıyıb ondan tövbə edən. Qafil insan isə günahına davam edib onun təsirini görməyən kəsdir. Həyatdakı bir çox sıxıntılar səmimi tövbə, istiğfar, yəni əstəğfirullah və Allaha dönüşlə aradan qalxar. Allahın rəhmət qapısı isə can boğaza çatana qədər açıqdır. Bugün həyatdasansa, deməli, tövbə etmək üçün hələ də nədir? Fürsətin var. Baxın, 14-cü. Dedim axı, suallar dərsdən sonra da. La ilahe illallah. 14-cü qayda. Həqiqi xoşbəxtlik Allahın hidayətindədir. Ondan başqası isə bir aldanışdır. Xoşbəxtlik Allaha bağlılıqdadır. Allah Teala buyurur, kim mənim hidayətimə tabi olsa, nə azacaq, nə də bədbəxt olacaq. Taha surəsi 123-cü ayə. Subhanallah. La ilahe illallah. Baxın, kim mənim hidayətimə tabi olsa, nə azacaq, nə də bədbəxt olacaq. Taha 123. Subhanallah. Nə qədər insan özünü xoşbəxt hiss edir. Halbuki bir aldanışın içində yaşayır. Nə qədər qəlb rahatlığı malda, şöhrətdə və ya insanlarla münasibətləri axtarıb, lakin ümidləri puça çıxmış və daha da çaşqınlığa düşmüşdür. Sonda nədir? Peşmançılıq. La ilahe illallah. Dediyi özün əvvəl edirsən, yox, sənə deyirəm, səni aldadıram, sapıq. Başı xərəb. Ağılsız. Harada sapıq var, bizim canımıza gəlir. Halbuki xoşbəxtli insanın özünün qurduğu bir şey deyil. O Allahın bəxş etdiyi bir nemətdir. Və onun əmrlərinə itaət edib, hidayətinə tabi olmağın bəhrəsidir. Subhanallah. Doğru yola gəl, tövbə et, hidayət yolunda ol ki, Allah səni xoşbəxt eləsin. Bəzi insan Allahın hidayətinə uzaq, elə bil ki, xoşbəxt olacaq. Bütün dünya özündə, amma xoşbəxt ola bilmir. Allahın hidayəti həyatın qaranlıqlarında yol göstərən bir nurdur.
Tərəddüd anlarında doğru istiqaməti göstərən dəlil və qəlb çətinlik içində olduqda ona rahatlıq verən məlhəmdir. Subhanallah. Kim bu hidayətə tabi olsa, xoşbaxt olar. Ondan üz döndərənsə, rahatlıq tapa bilməz. Hidayət nədir? Allahın buyruğu, ona ibadət eləmək, ona hiçbir şey şərik qoşmamaq. Azğınlıq hər zaman cahillikdən qaynaqlanmır. Bəzən insan haqqı bildiyi halda ona əməl etmir. Subhanallah. Hətta çox vaxt yolu tanıyan, lakin təkəbbür və ya qəflət səbəbindən ondan uzaqlaşanlar daha çox azırlar. Niyə? Allah yolu göstərib, təkəbbürlü göstərir. Haqqı göstərib, haqqı əməl etmir. Allah o zaman azdırır. La ilahe illallah. Allahın hidayətinə tabi olmaq əsarət deyil. Əksinə, nəfsin və insanların hökmündən azad olmalıdır. Allahın hər bir əmri həyatdır. Hətta insanı onu ağır və ya məhrumiyyət hesab etsələr belə. Altı bir şey haram buyurub, sonra sənin üçün həyat var, insanlara çətin gəlsə belə. Kim qəlbinin az olmasını və dünyada bədbəxt olmamasını istəyirsə, Allahın hidayətini hər addımında özünə rəhbər etsin. Yəni Allahın buyruqlarını yerinə yetirsin. Haramlardan çəkinsin, zikr etsin, dua etsin. La ilahe illallah. Allahın hidayətinə tabi olmaq sabitlik, xoşbəxtlikdir. Bu xoşbəxtlik dünyanın dəyişən halları ilə sarsılmaz. Nə qədər dəyişirsə, problem olsa da mömin sarsılmaz. Ona görə bunu necə həyatına tətbiq edəcəksən? Hər gün Qurandan oxumaq və oxuduqlarına əməl etmək üçün özünə vaxt ayır. Özündə səmimi və xoşbəxtlik axtardığın şeyləri yenidən dəyərləndir. Onlar həqiqətən səni xoşbəxt edirmi, yoxsa sadəcə keçici bir hissdir? Görəcəksən ki, həqiqətən dünya nemətləri insanı daim xoşbəxt etməyir. İtaətə daha çox yaxınlaş. Qəlbi daraldan və rahatlığı pozan şeylərdən uzaq dur. Həmişə belə dua et. Allah mənə hidayət ver. Məni doğru yolda sabit et. Xoşbəxtliyimi sənin razılığında qərar ver. Subhanallah. Nə gözəl bir duadır. Ona görə ibrət al. Dünyanın verdiyi xoşbəxtlik şərtli və keçicidir. Allahın bəxş etdiyi xoşbəxtlik isə möhkəm və davamlıdır. Hələ axirəti var bunun. O qəlbə rahatlıq, ruha arxayınlıq bəxş edir. Və insan həm dünyada, həm də axirətdə nicata çatdırır. La ilahe illallah. On beşinci qayda nəsihət. Baxın. Niyyətin və qəlbin nə qədər düz olsa, bir o qədər doğru yolda olarsan. Niyyət yəni insan qəlbindən hər zaman xeyir keçirməlidir. Allah təala buyurur Quran-ı Kərimdə, Ənfal surəsi 23-cü ayədə, əgər Allah onlarda bir xeyir bilsəydi, onlara eşitdirərdi, deyir. La ilahe illallah. Niyyət gizli bir arzu deyildir. O Allah qatında qəbulun ölçüsü və hər bir uğurun açarıdır. Qəlbində niyyət olur ki, xeyir qazanmaq, Allah razını qazanmaq, Allah üçün eləmə ibadətləri. Nə qədər kiçik əməl var ki, gözəl niyyət onu böyüdüb. Az bir əməl Allah üçün edib. Amma nə qədər böyük bir əməllər var ki, niyyətinə görə kiçilib. Allah üçün etməyib. İnsanlar eşitilmək və ya göstərmək üçün edib. La ilahe illallah. Nə qədər gözəl söz var ki, qəlbdəki səmiyyət olmadığı üçün təsirsiz qalıb. Baxın, elə insanlar var, danışır, amma dillər təsir etmir. Niyə görə? Niyyəti başqadır. Allahın razını qazanmaq deyil. Baxın o təkfirçilərə, işitçilərə, xavariclərə danışırlar. Amma danışırlar insanların qəlbinə girmir. Nəyə görə? Çünki niyyətləri batildir. Niyyətləri nə üçündür? Adam toplasın, ona kafir desin. Allah da bərəkət vermir. Və yaxud da ki, insanları bir zaman ölümə göndərdi Suriyə, o sapığın birisi. Fətvaları ilə. Görürsə, insanlar nifrət edir artıq. Nəyə görə? İnsanı ölümə göndərdi, tövbə etmədi. Heç olmamış kimi həyatına davam edir. Deməli, qəlb sərtdir. O insan qəlbidir, o canavar qəlbidir. Yəni, insanlara əgər bir insan rəhmət bəsləmirsə, qəlbində insanlara rəhmət yoxdursa, insanlar halını acımırsa, elə dəvətçilərdən uzaqdır. Onların qəlbləri canavar qəlbi adlandırır Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. La ilahe illallah. Qəlbin islahı Allahdan gələn açılışa səbəb olur. Hidayət yolunu asanlaşdırır və insana haqqı görən bir bəsirət bəxş edir.
Kim çoxlu nəsihət eşitsə də faydalanmırsa, qəlbini yoxlasın. Bəlkə də onu nurdan uzaqlaşdıran bir mane var. La ilahe illallah. Allah heç kimdən hidayəti zülm edərək əsirgəməz. Lakin insanın qəlbində üz çevirmə, təkəbbür və ya haqqı qəbul etməmək olduqda o hidayətdən məhrum qala bilər. Neçə insan məclislərdə iştirak edib, nəsihətə eşidib, lakin qəlbində haqqı axtarmaq səmimiyyəti olmadığı üçün əvvəlki kimi dayanıb. Əgər qəlbində niyyət olsa ki, həqiqətən mən haqqı axtarmaq istəyirəm, haqqı qəbul etmək istəyirəm, Allah ona yol göstərəcək. La ilahe illallah. Hidayət sadəcə qulaqla eşidilən bir şey deyil. O qəlblə qəbul edilən və ruhla hiss edən bir həqiqətdir. Buna görə insan əvvəlcə qəlbini düzəltməli, sonra isə hidayətin gəlməsini gözləməlidir. Çünki Allah qəlblərə baxır və hər kəsi niyyətinə görə müvəffəq edir. Görürsən, bəzi dəvətçilər çıxır ortaya, Allah dəvətlərini bərəkət vermir. Niyə? Çünki niyyəti nədir? Adam toplamaq ətrafına, sözüm dinlənsin, kütləni idarə edim, çoxlu pul yığım. Deməli, nədir? Dünyadır. Hətta onlara Allah bu dünyada verə bilər, amma öləndən sonra tarixin zibilini atılacaq. Çünki Allahın dinidir. Bu dünyaya görə edilməz, şöhrət görə edilməz, sırf Allah üçün edilməlidir. Niyyətin Allah üçün olmalıdır. Subhanallah. Niyyət insan üçün anlayış qapılarını açır və onu elə incə məqamlara çatdırır ki, başqaları onu görməz. Bəzən bir insan bir sözdən elə bir fayda götürür ki, başqaları həmin kitabı dəfələrlə oxusa da dərk etmir. Qəlbində xeyir axtarışı olsun ki, Allah sənə başqalarının eşitmədiyi həqiqətləri eşitdirsin. Qəlbin belə olmalıdır. Ona görə gözəl niyyət qəlbin açarı və faydalanmağın qapısıdır. Bunu necə tətbiq edəcəksən? Etdiyin hər bir işdə niyyətini yenilə və onu Allah üçün eylə. Eşitdirməyə, göstərmək üçün deyil. Qəlbini kin, həsəd və riyadan təmizlə ki, hidayəti qəbul etməyə layiq olsun. Əməlləri nəzarət etdiyin kimi qəlbinə nəzarət elə. Çünki Allah surətlərə deyil, qəlblərə baxır. Qəlbini və niyyətini islah üçün dua etməyə heç vaxt tərk etmə. Hər zaman deyək ki, Allahım, qəlbimi islah elə. Alimlərdən birisi hər dəfə Kəbəni tavaf edən deyilmiş ki, Allahım aslih qalbi. Qəlbimi islah elə. Deyirlər, niyə bu duanı çox etsən? Deyir, insanın qəlbi islah olsa, əməlləri də düzələcək. La ilahe illallah. Çünki qəlb xuşunun məkan. Xuşu nə demək? Allah qorxusu. Niyyət isə əməlin qəbul və ya rədd olunmasına səbəb olan əsasdır. La ilahe illallah. Yəni, niyyətin Allah üçünsə qəbuldur. Allah üçün deyilsə qəbul deyil. Yəni, dini əməllərdən söhbət gedir. Buna görə qəlbini səmimiyyət və doğruluqla doldurmağa çalış. Belə etsən, haqqı eşidən, ona tabi olan və onunla həm dünyada, həm də axirətdə nicat tapanlardan olasan. Elə insan var, hər dinləyir, qəlbi qəbul etmir. Niyə görə? Qəlbində niyyəti doğru deyil. Niyyəti yoxdur haqqı eşitsin, haqq yola gəlsin. La ilahe illallah. Baxın, 16-cı çox gözəl bir nəsiyyət. Bu nəsiyyətdə 120 nəsiyyət Allah həmd olsun. 2 dərsə, hər dərsdə 10 dərsə oxusaq, 12 dərsə bitirərik inşallah. Çox möhtəşəm nəsiyyətlərdir. Qaydalar. Allah sənə xitab etdikdə. Subhanallah. Baxın, nə deyir? Sənə edilən zülm 16. Sənə edilən zülm əbədi qalmayacaq. Haqqın mütləq qaytarılacaq. Deyir, sənə mənə zülm elədi, neyniyim? Allah təala buyurur, zülm edənlər tezliklə necə bir dönüş yerinə dönəcəklərini biləcəklər. Subhanallah. Şuara surəsi 227-ci ayə. Bu ayə məzlumlara təsəlli verir və xəbər verir ki, Allahın ədaləti mütləq gələcək. Subhanallah. La ilahe illallah. Ayədəki biləcəklər sözü göstərir ki, elə bir gün gələcək ki, zalimin öz aqibətini açıq-aşkar görəcək zalim öz aqibətini. Subhanallah. Zalim öz aqibətini açıq-aşkar görəcək. La ilahe illallah. Bu sadəcə son deyil. Bütün haqların qaytarıldığı, bütün hesabların görüldüyü tam bir ədalət günüdür. Həm bu dünyada, hələ dəhşəti var, axirət meydanında, məhşərdə. Dünyada və axirətdə gec-tez zülmün nəticəsi ortaya çıxacaq və məzlumun çəkdiyi əziyyət boşa getməyəcək. Bu Allahın vədidir.
Sadəcə vaxtı təyin edən Allahdır. Biz tələsirik. Biz tələsirik. Xeyr. Sənə zülm edən Allaha həvalə etmirsənsə gözlə vaxtını. Allah bilir hansı vaxtı olacaq. Hansı vaxtı təyin edəcək, ondan intiqamını alacaq. La ilahe illallah. Allah qırılmış qəlblərdən, səssiz göz yaşlarından və gizlicə edilən dualardan qafil deyil. Sanma ki Allah bilmir. Xeyr, hər bir zülüm Allah yanında yazılmışdır və unudulmaz. Elə bir gün gələcək ki, zalımdan soruşulacaq, haradadır qüdrətin, haradadır təkəbbürün və zorbalığın? İndi. La ilahe illallah. Buna görə də insan özünü səbrə alışdırmalıdır. Tələsik qəzəblənməyə deyil, Allahın ədalətinə güvənməyə öyrəşdir nəfsini. Çünki Allahın ədaləti mütləq gəlir. Lakin bizim istədiyimiz vaxtda deyil, onun hikmətinin uyğun gördüyü vaxtda. La ilahe illallah. Allahın vədi zülmə göz yummaq demək deyil. Əksinə, bu hesabın hər şeyi bilən və heç kimə zülm etməyən bir Rəbbin əlində olduğuna təslim olmalıdır. Zalimlə məzlum arasındakı ən böyük fərq budur ki, zalim öz gücünə arxalanır, məzlum isə gecənin qaranlığında etdiyi duaya söykənir və Rəbbinə güvənir. Fərq budur. Allahın vəd etdiyi aqibət bəzən dünyada bir əzab, bəzən axirətdə bir cəza, bəzən də hər ikisi ola bilər. Buna görə zülmdən çəkin, hətta bir söz belə olsa. Çünki Allah heç nəyi unutmur və heç nəyi gözdən qaçırmır. Sənə edilən hər bir zülmdə xatırla ki, Allah vəd verib, o vədinə əsla xilaf çıxmaz. Zülm sonun başlanğıcıdır. Allahın ədaləti isə gecikməz. İlahi ədalət qəlbə rahatlıq verir. Hətta ağrı və sıxıntı içində olsa belə. Baxın, ona görə bu ayəni necə tətbiq edəcəksən? Sənə zülm edən birini gördükdə xatırla ki, Allah nə laqeyddir, nə də qafildir. Namazlarında və həya həsbunallah və ni'məl vəkil deməyə davam et və bunu qəzəblə deyil, yəqinliklə söylə. Həsbunallah və ni'məl vəkil. Allah bizə kifayətdir. Ən gözəl arxalandığımız odur. Zalimə bağlanıb qalma. Ümidin və qəlbini Allaha bağla. Allaha həvalə edəndən sonra həyatına davam et. Bütün işləri Allaha həvalə et və ədalətin vaxtını ona burax. İbrət al. Nədir? Allah zülm səhnəsindən qafil deyil, lakin o qələbəni və haqqın geri dönməsini öz hikməti ilə təyin etdiyi bir vaxta gətirir. Səbr edilən hər bir zülmün ardınca insanların gözlədiyindən daha da böyük bir ədalət gələr. Ona görə də rahat ol, rahat ol, rahat ol. Baxın, 17-ci nəsihət Allah sənə xitab etdiyi 17-ci qayda istiğfarın, yəni əstəğfirullahın rəhmətə qovuşturmağın gücü. La ilahe illallah. Yəni əstəğfirullah zikri insan Allahın rəhmətinə qovuşdurur. Allahın rəhmətinə qovuşturmaqda ən güclü səbəbdir. Baxın, istiğfar, əstəğfirullah sadəcə günahlardan deyil, həmçinin Allahın rəhmətinə nail olmaq istəyirsənsə. La ilahe illallah. Allah Teala buyurur, Yusuf surəsi 98-ci ayə. Nə demişdi Yusuf Aleyhisselam qardaşlarına? Mən sizin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm. Yaqub Aleyhisselam da demişdi. Yaqub Aleyhisselam evlatları üçün. Həqiqətən o bağışlayan və rəhimlidir. Yusuf surəsi 98-ci ayə. Yaqub Aleyhisselam da bağışlama istəyir evlatları üçün, Yusuf Aleyhisselam qardaşları üçün. La ilahe illallah. Yəni bu təsirli səhnədə Yusuf Aleyhisselamın hekayəsindən bağışlama və qəlb təmizliyinin böyüklüyünü görürük. Qardaşları ona zülm etmiş, onu quyuya atmış, illərlə ayrılıq və həsrət yaşatmışdılar. Lakin Yusuf Aleyhisselam onların qarşısında intiqamla deyil, bağışlanma ilə əstəğfirullah, yəni altdan bağışlanma çağırışla çıxdı. Onları qınamadı, əksinə qəlblərini Allah qapısına yönəltdi və Allahın bağışlayan, rəhimli olduğunu xatırlatdı ki, yəni bağışlama dileyin, mənə etmiş zülmünüzə görə Allahdan bağışlama dileyin. La ilahe illallah. Yəni burada bir həqiqət var. Əstəğfirullah təkcə günahdan tövbə etmək deyil. O rəhmətə aparan bir yoldur. Allah rəhmətini qazanmaq istəyirsən, gecə-gündüz əstəğfirullah dilindən düşürmə. Qəlbin şəfası və halların dəyişməsi üçün bir açardır. Halının dəyişməsini istəyirsən, əstəğfirullah. De ki, bu yay tətili gəlir. Yay tətilində insanların vaxtı çox olur.
Hamımızın vaxtı çox olur. Diğer vaxtlara nisbətən. De ki, əstağfurullah dilimdən düşürməyəcəm bu yay vaxtında. İstəyirsən say, istəyirsən saymaq üçün bir balaca satırlar, yəni sayırsan belə, sayanda biraz motivasiya olur. Saya bilərsən. Ya təsbihlə, ya sayma, ya barmaqla, ya da ki, ehtiyac yox, dillə dilə. De ki, bu 3 ayı hamısı istiğfarla keçirəcəm. Gecə, gündüz. Yeni mərhələnin başlanğıcı sentyabr ayında gör Allaha necə qovuşacaqsan. La ilahe illallah. Çünki vaxt çoxdur. Günlər uzun, vaxtımız çox. Bəlkə gün ərzində 10 min, 20 min, 30 min, daha çox əstağfurullah deyə bilərsən. La ilahe illallah. Ona görə rəhmətə aparan bir yol, qəlbin şəfası və halların dəyişməsi üçün açardır. İnsan nə qədər çox əstağfurullah etsə, Allahın bağışlanmasına və rəhmətinə bir o qədər yaxınlaşır. La ilahe illallah. Əstağfurullah günahların izlərini silir. Əstağfurullah günahların izlərini silir. La ilahe illallah. Və qəlbi təmizləyir. Və ona rahatlıq bəxş edir. Yox, əlimdə konspekt var, oradan oxuyuram, baxıram ora. Baxıram, izah edirəm. Burada bir qəbahət yoxdur. Niyə narahat olursunuz? Hər şeyə gəldim, sizə əzbərdən danışmalıyım. Niyə? Mövzunu hazırlayıram, üzərində işləyirəm, oxuyuram və izah edirəm, şərh verirəm. Burada bir şey yoxdur ki, narahat olmayın. O qəlbə arxayınlıq və ümid verir. Həmçinin ümid hissini yenidən dirildir. Ölən qəlbi dirildir. O qəlb ki, ölüb. Sıxıntı, qəm, kədər, dünyadan bezib, hər şeydən bezib. Deyir ki, daha bundan sonra mən xilas ola bilmərəm. Əstağfurullaha başda qəlbin diriləcək. La ilahe illallah. İnsanı Allahın rəhmətinə bağlayır və onu yeni bir başlanğıc imkanı verir. Nə qədər insan var, həyat mənə bitdi demişdi. Əstağfurullah. Qadın boşanıb həyat bitdi demişdi. Əstağfurullah. Kişi boşanıb həyat bitdi demişdi. Əstağfurullah. Həyatı dəyişdi. İnsan var, işini itirib həyat mənə bitdi demişdi. Əstağfurullah. Allah ondan gözəl qapılar açdı. Baxın, bu hadisədə, bu ayədə Yusuf Əleyhisselam bizə əməli bir dərs verir, tətbiq elə. Böyük insanlar cəza verməyə tələsməz, əksinə insanların Allahın rəhmətinə qovuşmasını istəyərlər. Çünki ola bilirlər ki, kim səmimi qəlbdən istiğfar, əstağfurullah edərsə, həm dünyada, həm də axirətdə xeyir qazanar. Kim də səmimiyyətlə bağışlama diləyərsə, cəzadan qurtular, bəlkə də qəlbi tamamilə dəyişər. Deyək ki, bu yay tətilini əstağfurullahla keçirəcəm. Hə, desən başqa zikirlər, istədiyin zikir edə bilərsən. Əstağfurullah daha çox ehtiyacımız var. Böyük qəlblər deyir, incikliklə yaşamaz. Onlar özlərinə pislik edənlər üçün belə Allahdan bağışlanma diləyərlər. La ilahe illallah. İnsan başqasını bağışlayıb, onun üçün əstağfurullah etdikdə, bağışlanmaqda peyğəmbərlərin yoluna yaxınlaşmış olur. Çünki başqalar üçün bağışlama diləmək yalnız təmiz və saf qəlbdən doğur. Nə qədər başqalar üçün bağışlama diləmsən? Sənə pislik edən birinin hidayətini arzuladığın zaman yaranın üzərinə, yəni yaranın üzərinə məlhəm səpmiş olursan. Nə qədər ki, Allahın rəhməti açıqdır, kinə, nifrətə, ümidsizliyə yer yoxdur. Əstağfurullah rəhmət qapısı, qəlbin yenilənməsi və təsəvvür edə bilməyəcək bir rahatlıqdır. La ilahe illallah. Günaha davam etmək isə qəlbi qaraldır, rəhmət qapılarının bağlanmasına səbəb olur. Bunu necə tətbiq edəcəm bu ayəni? İnsanlarla münasibətdə mərhəmətli olmağa çalış. Qəlbini bağışlamağa alışdır, kin və nifrəti oradan çıxar, başqalarına mərhəmət göstərməyin böyük savab olduğunu unutma, çətinlik və sıxıntı anlarında çoxlu əstağfurullah et, Allahdan çıxış yolu gözlə. Əstağfurullah, yəni yalnız günahların bağışlanması səbəb olmur. O qəlbi təmizləyir, ruhu rahatlaşdırır, insanın Allahın rəhmətinə yaxınlaşdırır və həyata bərəkət gətirir. Kim ona davam edərsə, Allah onun üçün gözləmədiyi qapılar açar. La ilahe illallah. Yəni səmimi şəkildə əstağfurullah edən qəlblər içərdən təmizlənir. Heç bir qaranlığın söndürə bilməyəcəyi bir nurla nurlanır. La ilahe illallah. Əstağfurullah həyatını ayrılmaz hissəsinə çevir. Bacarırsansa. Çünki Allahın rəhməti sənin günahından daha böyükdür. Və ona dönüş qapısı hər zaman açıqdır. Götür əlinə bir sayğac. İndi çox satırlar belə. Bax, məndə də var, arada istifadə edirəm. Onlar eyb etməz. Sayanda adama motivasiya olur. Dilindən düşürmə, gecə, gündüz.
Estağfurullah, estağfurullah, estağfurullah. Zikir dillə deyilməlidir. 18-ci də qaydanı da oxuyaq. Hər gün 10 qayda demişik ki, inşallah 10 dərsə o kitabı bitirək. Bitirək ki, yəni həyatımız daha da gözəlləşsin. Bütün bu hər ayə onun izahı bir qızıldır, qızıl, nemətdir. Nemət Allah bizə nəsib edir ki, sizlərlə bölüşürük. Allah həmd olsun. 18-ci nəsihət qayda, sənin sıxıntını Allahdan başqa heç kim aradan qaldıra bilməz. Subhanallah. Allah Teala buyurur, əgər Allah sənə bir zərər toxundursa, onu ondan başqa aradan qaldıracaq heç kim yoxdur. Yunus surəsi 107-ci ayə. La ilahe illallah. Bu ayə bizi tövhidin dərin mənasına aparır. Tövhid nədir? Ancaq Allah'a ibadət eləmək, Allah şərik qoşmamaq. Və insanlar çox vaxt unutduğu bir həqiqəti xatırladır. Başımıza gələn hər bir sıxıntı və çətinlik yalnız Allahın izni ilə aradan qalxır. Yəni, qəbirdən, daşdan istəməklə deyil, pirdən, qaloşdan istəməklə deyil, ya övliya, ya imam, yox, ya Allah. Subhanallah. Yəni, ancaq nədir? Allaha sığınmaq. Ağrı və çətinlik artdıqda insan təbii olaraq insanlara, dərmanlara müxtəlif səbəblər üst tutur. Lakin inkar edilmir. Lakin səhv olan nədir? Qəlbi onlara bağlama. Həkimə get, dostdan kömək istə. Amma qəlbini səbəbə bağlama. Hər şeyi onlardan gözləmə. Səbəbə sarıl, qəlbini Allaha bağla. Sənə toxunan sıxıntını aradan qaldırmağa qadir olan yalnız Allahdır. Allah istəməsə heç bir həkim şəfa verə bilməz. Heç bir qapı açıla bilməz. Heç bir problem həll olmaz. Buna görə də müsibət yalnız bir əzab deyil, həm də Allaha dönüşə, təvəkkülə, səmimi duaya və qəlbin Allaha yönəlməsinə çağırışdır. La ilahe illallah. Bizə düşən ümidsizliyə qapılmaq deyil. Bütün ümidimizi və baxışımızı yerə deyil, görə yönətməkdir. Səbəblər səbəbdir. Ayədəki, əgər Allah sənə bir zərər toxundursa ifadəsi də incə bir məna daşıyır. Bu, bəzən insanın xoşlamadığı bir hadisənin arxasında Allahın böyük bir hikmət və xeyir gizlətdiyini göstərir. Ola bilsin ki, bugün səni incidən bir hadisə, sabah səni xilas edən səbəb olsun. Ola bilsin ki, bir qapının bağlanması, daha xeyirli bir qapının açılmasına hazırlıq olsun. Allahın təqdiri hər zaman rəhmət və hikmətlə doludur. Hətta biz bunu dərhal dərk etməsək belə. Hər bir sıxıntı ani bir imtihandır. Bütün qapıları döydükdən sonra Allaha üz tutacaqsan, yoxsa Allah ilk və son qapı edəcəksən. İnsanların başına problem gələndə insanlara qaçır birinci. Birinci Allaha qaç. Sıxıntı göydən gələn bir mesajdır ki, insan səmimi şəkildə Rəbbinə dönsün. Altta bəzən insanı sıxıntıya soğar ki, Rəbbinə dön, sənə xeyir istəyir, azmısan, uzaqlaşmısan, dua etmirsən, zikr etmirsən, qəlbin qaralıb. İnsanlara həddindən artıq bel bağlamaq təkrar xəyal qırıqlığına, Allah təvəkkül isə dərin rahatlığa səbəb olur. Bunu necə tətbiq edəcəksən? Başına bir sıxıntı gəldikdə səbəblərdən istifadə et. Amma qəlbini onlara bağlama, Allaha bağla. Dua etməyi yalnız çətin vaxtlara saxlamayıb, hər zaman özünə yoldaş elə. Yəni, duanı ancaq çətin vaxt deyil, boş vaxtında, xoş anında deyin, Allah məni müsibətdən xilas elə, bəladan xilas elə, bəlanı məndən uzaq elə, dua elə. Gözləmə ki, başına bir müsibət gəlsin. Dərdini hər kəsə danışma. Əvvəlcə onu Allah dərgahına apar. Unutma ki, sıxıntılar qalıcı deyil və Allahın yanında olan nemətlər daha xeyirli və daha davamlıdır. Və bir ibrət al, sənə çatan heç bir şey səhvən gəlməyib. Allahın aradan qaldırdığı heç bir sıxıntı da təsadüfən getməyib. Buna görə Rəbbinə yaxın ol. Çünki gözləmədiyin anda rahatlıq və çıxış yolu sənə yaxınlaşa bilər. Rəbbin hər şeyə qadirdir. 19-cu La ilahe illallah. Nəsiyyət, qayda, Allah sənə xitab etdikdə, elə sanırsan mərhum oldun, halbuki əslində Allah sənə mərhəmət etdi. Allah da Əl-İmran surəsi 74-cü ayədə buyurur. Allah öz rəhmətini istədiyi kəsə məxsus edər, bol-bol verər. Allah böyük lütf sahibidir. Subhanallah, la ilahe illallah. Yəni Allah rəhmətini insanların arzularına görə bölüşdürmür və öz lütfünü onların istəklərinə uyğun etmir. Əksinə,
onu istediği ve buna layık olan kəslərə bəxş edir. Çünki o kimin rəhmətə daha çox ehtiyacı olduğunu və kimin ona daha layık olduğunu bilir. Subhanallah. O isə Rəbbinə yönəl. Buradan ilahi seçimin de inceliği görsənir. Bəzən insan zahirdə bir şeydən məhrum edilir. Amma əslində ondan daha böyük bir rəhmətə qovuşdurulur. Yəni Allah Taala'nın səndən bir şey aldığı şey məhrumiyyət deyil. Əksinə Allah ya ondan daha böyüyünü verəcək, ya əvəzini cənnətdə verəcək sənə. Neçə məhrumiyyət var ki, əslində bir qorunma olub. Allah sənə bir şey alıbsa ona görə səni qoruyub ondan. Sonra anlamısan ki, onu məndən almasaydı, bəlkə başıma daha böyük bir müsibət gələcəkdi. Neçə bağlanan qapı var ki, daha xeyli qapının açılmasına səbəb olub. Neçə arzunun həyata keçməməsi insanı sonradan böyük bir peşmançılıqdan qoruyub. Həyatımızda olub. Bir şey istəmişik, sonra üzülmüşük, sonra dedik, yaxşı ki olmayıb. Olsaydı bədbax olacaqdım. Hamımızın həyatına baş verir. La ilahe illallah. Sevdiğin bir şey itirdikdə və ya çox istədiyin bir arzuya çata bilmədikdə dərhal ümidsizliyə qapılma. Çünki Allah sənin üçün etdiyi seçimdə əsla yanılmaz. O sənin qəlbini, gələcəyini və dininin səndən daha yaxşı bilir. Allahın lütfu yalnız malda, mülkdə deyil, mənsəbdə, insanların verdiyi şeylər deyil. Onun ən böyük lütfu qəlbə verdiyi rahatlıqda və bəzən insanın dərhal görə bilmədiyi xeyirdədir. Bu Allahın sənə güvənməyi öyrətməsi üçün bir çağırışdır. Çünki bəzən əldən çıxan şey sənin üçün ən böyük rəhmət olur, cəza deyil. Allahın verməsi bəzən rəhmətin ən incə formasıdır. O sənin istədiyini verməyə bilər, amma qəlbini qoruyur. Əgər bugün onun hikmətini anlaya bilmirsənsə, rəhmətindən şübhələnmə. Sadəcə onun lütfünü gözlə. La ilahə illallah. Allah həm neymət verəndir, həm də verməyəndir. Onun verdiyi də, vermədiyi də xeyirlə və hikmətlə doludur. Bu həqiqətə inanmaq insanın qəlbindəki itki ağrısını yüngülləşdirir və gözləməyin yorğunluğunu aradan qaldırır. La ilahə illallah. Bəzən məhrumiyyət bugün anlamadığın bir qorunmadır, amma sabah onun qədrini biləcəksən. Razılıq və təslimiyyət isə tükənməyən rəhmət qapısıdır. Daim təslim ol Rəbbinə, daim razı qal. Bunu necə tətbiq edəcəksən həyatında bu ayənin mənasını? Arzuladığın bir şey baş vermədikdə deyil, bəlkə də Rəbbim mənim üçün bundan daha xeyrisini hazırlayıb. Həyatında əvvəl istədiyin, lakin baş verməyən hadisələri xatırla və sonra onların arxasındakı gizli xeyirləri düşün. Əlinə keçməyən şeylərə görə kədərlənmək əvəzinə Allahın sənin üçün etdiyi seçimi qiymətləndir. Şikayət qapısını bağla, şükür qapısını aç. İbrət al. Allahın seçimindən razı olan insan qəlb rahatlığı tapar. Çünki bilir ki, Allahın verdiği şey də rəhmət və hikmətlədir. Bəzən insan bir nemətin verilməsinə sevinər, halbuki onun zərər olduğunu bilməz. Bəzən də bir şeydən məhrum olar, lakin sonradan anlayır ki, həmin məhrumiyyət onun üçün ən böyük qorunma imiş. La ilahə illallah. Rəhmət yalnız verməkdə deyil, bəzən verməməkdə də olur. Allahın lütfünü, həqiqətini tanıyan insan dünyadakı hər istəyinə çatmasa belə onun seçiminə razı qalır. Çünki bilir ki, Allahın vermədiyi şey də bəzən onun ən böyük rəhmətidir. Riza ilə yaşayan insan isə dünyanı əldə etməsə belə qəlb rahatlığı qazanmış olur. Rəbb onu cənnətə hazırlayır. La ilahə illallah. 20-ci qayda nəsihət, son, hər dəfə 10 dənə götürək. Çoxdursa 5-ə də sala bilərik. Çoxdursa qəbul edilmə 5-5 də eləyə bilər. Amma çox faydalıdır bunlar. Baxın, doğruluq nicatın və ucalığın yoludur. Doğru danışmaq. Allah təala buyurur, ey iman gətirənlər, Allahdan qorxun və doğru danışanlarla birlikdə olun. Tövbə surəsi 119-cu ayə. Doğru, dürüst danışan, dürüst insan. Yalancılara deyil. Qulların yalnız təqvanı əmr etməklə kifayətlənmir. Onu doğruluqla da əlaqələndirir. Doğru danışanlarla birlikdə olun deyir. Çünki doğruluq boşluqda yaşamır. O təmiz, saf, şəffaf və etibarlı bir mühitdə inkişaf edir. Yəni, yalancılarla, kəzzəblərlə həyatın getməyəcəksən. O insanlar ki, sənlə belə danışır, onunla belə danışır, uzaqdır. O kəzzəbdir, yalancıdır. Bəzi dəvətçilər və adını çəkmək istəmirəm. Təkfirçinə təkfirçi kimi danışır. Sənlə sən kimi danışır. İxvanla ixvan kimi danışır. Nə bilim, hər kəsdən bir cür danışır. Niyə? Hər kəs razı salsın. Bu kəzzəb, yalancıdır bu, dəccaldır bu.
Dəccal kimi də çox yalan danışan. Bunun məqsədi dünyadır. Bu axirət üçün deyil. İnsanın bir sifəti olar. La ilahe illallah. Yəni doğruluq yalnız danışıqda deyil, bütöv bir həyat tərzidir. Niyyətdə doğruluq, sevgidə doğruluq, əməldə doğruluq, insanlarla münasibətdə doğruluq və imanda doğruluq. Sadiq. Sadiq insan vicdan rahatlıqla yaşayır. O özünü aldatmağa, bəhanə uydurmağa və ya insanları yanıltmağa ehtiyac duymaz. La ilahe illallah. Bəzən çətinliklərlə qarşılaşsa da sonunda onun payı nicat və ucalıq olur. Çünki Allah doğru insanlarla birlikdədir. Allah kiminlədirsə o əsla ziyana uğramaz. Doğruluq, sadiqlik yalnız fərdi bir xüsusiyyət deyil, imanlı bir cəmiyyətin əsas sütunlarından biridir. La ilahe illallah. Doğruluğun və səmimiyyətin hakim olduğu cəmiyyət həqiqətlə üzləşməkdən qorxmaz, pisliyi gizlətməz. Doğruluq insanlar ucaldar, ümmətləri isə ayaqda saxlayar. La ilahe illallah. Əgər doğruluqda sabit qalmaq istəyirsənsə, doğru insanlarla birlikdə ol, yalancılarla deyil. Çünki bu yolun bərəkətindəndir. Həmçinin o dəvətçilər ki, hər kəsdən bir cür danışır, uzaq dur onlarla. Bir sapıq var ölkəmizdə, hamımız bilirsiniz nədir. Təkfirçiləri, xavaricləri, işçiləri, dövlətə kafir deyən, ordumuza kafir deyən, əskərimizə kafir deyən, xalqımıza kafir deyən, Suriyada baş kəsənlər və həmçinin bəzi İranpərəstlər var, ölkəmizi sevmir. Onlar hamısı birləşdirir ki, qardaş olaq. Sən necə bu müxtəlif insanları qardaşlıq altında birləşdir? Sənin niyyətin nədir? Ölkəmizi dağıtmaq, ölkəni parçalamaq, ölkədə fitnə salmaq, subhanallah. Belə bir əqidə var İslamda? Yox. Hər kəsi deyir, qardaş olaq. Təkfirçi, xavaric, sənə kafirdir, sənin qanını halal görür, sənə dövlətə kafirdir, dövlət rəhbərinə kafirdir, orduva tağut deyir, əskəri və tağut deyir, kafir deyir, şəhidi və dil uzadır. Hamısını bir yerdə yığır. Bəzi əhli şiyələri aldadır. Hamımız bir qardaş olaq. Onlar inanırlar. Amma əsas niyyət nədir? Bütün dövlətə, xalqa nifrət aşılayan qrupları bir yerə yığıb ölkəni xarabalığa çevirmək. Allah onun bəlasını versin. Belə əqidə var. Hər kəsdən bir cür danışır. Belə İslam var. Münafiqlik. Səndən sən kimi danışır. Onunla onun kimi danışır. Bundan bunun kimi danışır. La ilahe illallah. Ona görə əgər belə dəvətçi görsən, uzaq dur ondan. Şərdir, onun niyyəti var. Dünya, fitnə. Əgər doğruluqda sabit qalmaq istəyirsənsə, doğru insanlarla birlikdə ol. Çünki bu yolun bərəkətindəndir. Doğru insan sənin çətin gündə tərk etməz. Ehtiyac anında aldatmaz və ayrılıq vaxtı səni satmaz. Doğruluq kobudluqla deyil, insanın ləyaqətini qoruyan və münasibətləri saxlayan aydınlıqdır. Allah yalnız doğru olmağı əmr etməmiş, həm də doğru insanlarla birlikdə olmağı əmr etmişdir. Çünki qəlblər sözlərdən daha çox yoldaşlardan təsirlənir. Doğruluq, aydınlıq, etibar və ucalıqdır. Bunları heç kim sünni şəkildə qazana bilməz. Yalan isə daxildən çöküşdür. Hətta sahibi zahirdə uğurlu görsənsə belə sonu həlakdır. Bunu necə tətbiq edəcəksən? Hər sözündə və hər əməlində niyyətini yoxla, sonra danış. Özünü olduğundan fərqli göstərməyə çalışma. Sadə və həqiqi ol. Övladlarına öyrət ki, doğruluq səhv etməmək deyil, səhvini etiraf etməkdir. Doğrunu deməkdən çəkindiyin zaman xatırla ki, Allah doğru insanlarla birlikdədir. Doğruluq sadəcə gözəl bir əxlaq deyil, ilahi bir nurdur. Ona sarılan insan qəlbi rahatlıq tapar, axirətini qazanar və insanların qəlbində hörmət qazanar. Hətta bunun üçün xüsusi səy göstərməsə belə. La ilahe illallah. Amma o yalancılara baxın, o işitçiyə baxın, o təbliğatçıya baxın. Hər kəsi bir yerə yığır, hər kəsdən bir cür danışır. Niyyəti nədir? Şər. Ölkəmizdə insanları azdırmaq. Allah onları məhv eləsin. İnşallah kameranı söndürün. Suallara başlayarıq. Hər gün bir gözəl 10 fayda oxuyağın ki, Allahın izni ilə imanımız artsın. Həmçinin həqiqətən də Allahın ayələrini öyrənmək gözəl bir nurdur. Qəlbə bir təsəllidir. Subhanallah. İnsan rahatlıq tapır.